Salam müəllimlər, bugünkü mövzumuz olacaq, deməli, emosional intellektin tədqiqi üsulları. İlk öncə emosional intellekt, yəni intellekt deyəndə biz nə başa düşürük? İnsanın düşünməsi, öyrənmə, problem həll etmə qabiliyyətidir. Və emosional intellekt insanın öz emosiyalarını tanıması, onları idarə etməsi, başqalarının emosiyalarını başa düşmə, yəni empatiya və münasibətlərdə bu bacarıqların düzgün istifadə etməsidir. Yəni emosional intellekt bərabərdir hissləri tanımaq, hissləri idarə etmək və başqalarının hisslərini anlamaq. Emosional intellekt 20-ci əsrin 90-cı illərində yaranmışdı. Və bu anlayışın yaranmasına qədər bəzi alimlərin fikirləri, deməli, sosial intellekti araşdırmışdı. Məsələn, Thorndike, Guilford, Ising, Gardner kimi tədqiqatçılar. Məsələn, Gardner çoxşaxəli intellekt nəzəriyyəsini yaratmışdı və bu nəzəriyyədə o göstərmişdi ki, insanda təkcə bir növ intellekt yoxdur. Müxtəlif intellekt növləri var və onlardan ikisi emosional intellekt üçün əsasdır. Hansılardır? Fərd daxili və şəxslər arası və yaxud şəxsiyyət daxili və yaxud şəxsiyyətlər arası intellekt növləri. Çünki əsasən bu nəzəriyyə emosional intellekt üçün yeni bir tədqiqat açmışdı. Məsələn, şəxsiyyət daxili deyəndə nə başa düşürük? Uşağın özü üzərində inkişaf etməsi. Şəxsiyyətlər arası digər insanlarla əməkdaşlıq, qrupla işləmək. Daha sonra Salovey və Mayerin fikri var idi ki, emosional intellekt anlayışını ilk dəfə sistemli şəkildə izah etmişdilər. Yəni ilk dəfə emosional intellekti sistemli kim ifadə edib? Salovey və Mayer. Və bunların fikri nə idi? Emosional intellekt özünün və başqalarının emosiyalarını tanımaq, qiymətləndirmək və idarə etmə qabiliyyətidir. Və bunun üçün 3 komponent qeyd etmişdilər. Birinci nədir? Emosiyaların qiymətləndirilməsi və ifadəsi. Yəni insan öz hissini tanıyır və düzgün ifadə edir. İkinci, təfəkkürdə və motivasiyada emosional informasiyanın istifadəsi. Yəni emosiyalar qərar verməyə, düşünməyə kömək edir. Üçüncü, emosiyaların idarə olunmasıdır. Yəni insan öz hisslərini nəzarətdə saxlayır. Daha sonradan isə model yeniləndi və 4 komponent oldu. Artıq 3 yox, 4 komponent oldu. Deməli, emosiyaların qavramaq və ifadə etmək, yəni emosiyalarımızı tanımaq, təfəkkürün effektivliyini artırmaq üçün emosiyalardan istifadə, yəni bu nədir? Emosiyaların qərar verməyə kömək etməsi. Üçüncü, emosiyanın dərk olunmasıdır, yəni emosiyanın səbəbini başa düşməyimiz. Dördüncü, emosiyanı idarə etməyimizdir, yəni özünün, başqalarının emosiyalarını idarə etmə bacarığı. Daha sonra Salovey və Mayerin testlərində MEIS testi hazırladılar. Nə testi hazırladılar? MEIS testi hazırladılar. Və burada əsasən 200-dən çox sual, 12 sub testdən ibarət idi. Bəs məqsəd nə idi? Emosional intellekti intellekt kimi ölçməyimiz. Daha sonra müasir test hazırladılar 2002-ci ildə. Deməli, testin adı nə idi? Miss Jade testi. Xüsusiyyət nə idi? 141 sual, 8 bölmə. Bu test MEIS-dən daha etibarlı hesab olunurdu. Daha sonra Carusonun fikri var idi. Carusonun fikri nədən ibarət idi? Əsasən Caruson burada qeyd edirdi ki, emosional intellekt nə hisslərin ağla qalıb gəlməsidir, nə də ağlın hisslərə qalib gəlməsidir. Yəni ağıl, hiss birlikdə işlənməsidir. Sonra isə Daniel Golemanın fikri emosional intellekti dünyada məşhurlaşdırmışdı. 1995-ci ildə, yadda saxlayın, 1995-də və emosional intellekt kitabını yazdı. Və bu kitabdan sonra emosional intellekt artıq bütün dünyada məşhurlaşdı. Bəs Golemanın fikri nə idi? Emosional intellekti yüksək olan insanlar düzgün qərar verə bilər. Stres zamanı sakit qalır, rəhbərlik etməyi bacarır, insanlarla yaxşı münasibət qururlar. Golemanın modeli vardı ki, əvvəlki modelə yeni xüsusiyyətlər əlavə etmişdi. Hansı xüsusiyyətlər idi? Motivasiya, inadkarlıq və sosial bacarıqlar. Motivasiya,
inadkarlıq və sosial bacarıqlar. Və 4 komponenti var idi. Hansılar idi? Birinci gəlirdi mənlik şüuru, yəni insanın öz hisslərini qısaca tanıması. Özünü idarə etmə, yəni öz emosiyalarına nəzarət etmək. Sosial həssaslıq, başqalarının hisslərini başa düşməsi və münasibətlərin idarə edilməsi, insanlarla düzgün ünsiyyət qurmaq. Daha sonra Goleman emosional intellekti ölçmək üçün ACE sorğusu hazırladı. Burada rəhbərlər, liderlər də bu sorğudan istifadə edə bilərdi. Daha sonra emosional intellektin sosial modelini kim yaratdı? Ruven Baron və yaxud ingiliscə deyilsə Raven Baron yaratmışdı. Və onun fikrincə emosional intellektli insan özünü başa düşür, başqalarının hissini başa düşür, münasibətlər qurur və sosial bacarıqlara sahibdir. Baron IQ anlayışını ilk dəfə yaratmışdı. IQ anlayışını, IQ sorğusunu ilk dəfə yaratmışdı. Kim? Baron. Və IQ sorğusu emosional intellekti ölçmək üçün hazırlanmış bir sorğu idi. Və Baron modelinin 5 şkalası var idi, 15 subşkaladan ibarət idi. Birinci gəlirdi şəxsiyyət daxili. Şəxsiyyət daxili. Burada nələr var idi? Özünü tanımaq, emosional mənlik şüuru, özünü təsdiq, müstəqillik, özünə hörmət, özünü reallaşdırma. Məsələn, emosional mənlik özünü tanımaqdır. Özünü təsdiq, öz fikirlərini, hisslərini açıq ifadə etmək. Müstəqillik özünü idarə etmək. Özünə hörmət, özünü dərk etmək. Özünü reallaşdırmaq, öz potensialını, reallığını bilmə qabiliyyətidir. Şəxsiyyətlər arası münasibət var idi. Empatiya, sosial münasibət, şəxsiyyətlər arası münasibət. Üçüncü gəlir adaptivlik. Yəni, burada adaptivlik nədir? Yeni şəraitə tez uyğunlaşma. Dördüncü stresi idarə etmə, yəni stresə davamlı olmaq lazımdır. Beşinci isə əhval-ruhiyyə ilə bağlıdır. Optimizm, xoşbəxtlik, hər zaman biri var bədbin olasan, biri var nikbin. Yəni nikbin olmaq lazımdır, bədbin yox. Sonra Dimitri Luisin tərəfindən 2004-cü ildə artıq o öz modelini təqdim etmişdi ki, onun fikrincə emosional intellekt 2 qabiliyyətdən ibarətdir. Biri emosiyaları dərk etməkdir, biri də emosiyaları idarə etməkdir. Və Luisinin əsas şkalaları var idi. Hansılar idi? Şəxsiyyətlər arası emosional intellekti, başqalarının emosiyalarını tanıması və idarə etməsi. Daha sonra ikinci şəxsiyyət daxili intellekt, öz emosiyalarını tanıması. Üçüncü emosiyaları tanımaqdır ki, burada uşağın özünün və başqalarının emosiyasını tanıma qabiliyyəti. Dördüncü yenə ET şkalası emosiyaları tanıma, özünün və başqalarının emosiyalarını tanıma, idarə etmə qabiliyyətidir. Sonra emosiyaların idarə edilməsi var ki, özü və başqalarının emosiyalarını idarə etmə qabiliyyəti. Sonra gəlir subşkala, yəni başqalarının emosiyalarını tanımaq. Başqalarının emosiyalarını idarə etmək, öz emosiyalarını tanımaq, öz emosiyalarını idarə etmək və emosiyaların xarici ifadəsinə nəzarət edilməsi. Və emosional intellekt modeli 2 qrupa bölündü. Qabiliyyətlər, qarışıq model. Nümayəndələri kimidir? Salovey və Mayer. Xüsusiyyət nədən ibarət idi? Yalnız emosiyaları tanımaq və idarə etmək üçün ölçülürdü. Obyektiv testlərdən istifadə olunurdu. Məsələn, MEIS testindən. Qarışıq modeldə isə Daniel Goleman və Reuven Baron idi. Burada isə IQ testləri idi. Burada əsasən sorğular vasitəsilə qiymətləndirilirdi. Emosional bacarıqlarla yanaşı motivasiya, liderlik, sosial bacarıqlar və şəxsiyyət xüsusiyyətləri də əhatə edilmiş olurdu. Bu qədər. Biraz çətin gələ bilər, ancaq diqqətli şəkildə oxusanız, testlərinizi işləsəniz, heç də çətin bir dərs deyil.